Akşamınız xeyir olsun. İlk önce Sabah komandasını təbrik edirəm. İlk titul münasibəti ilə neçə illər idi yaxşı bir iş qurmuşdular. Sonunda bugün demək olar ki, bəhrəsini gördülər. Qarşıdakı illərdə, qarşıdakı Avropa Liqasında uğurlar arzulayıram. Və öz futbolçularıma təşəkkür etmək istəyirəm. Çox yaxşı bir sezon keçirdilər. Ümumən bu il bəlkə də bizim üçün ən gərgin keçən sezonlardan biri oldu. Həm Avropa Liqasında, həm öz çempionatımızda, kubokda, ümumiyyətcə belə milli komandada biraz bəzən uğursuzluq çox olanda futbolçuları motivasiya etmək çətin olur. İstər-istəməz onları yenidən oyuna köklətmək çətin olur. Amma minimum bugün finala kimi bunu bacardılar. Bugün də hər bir oyuncudan razı qaldım. Kubok oyunu belədir, ümumiyyətcə. Çox dəyişikliklər olur ümumiyyətcə kubok oyunlarında. Fərqli rəqiblər görsən, ölkə kubokunun sahibi olur. Və bugün Sabahın qismətində idi. Biz həm yoldaş olaraq, həm kollega olaraq biz sadəcə təbrik edə bilərik ki, onlara uğurlar arzulayırıq və möhtəşəm atmosfer idi. Həqiqətən çox gözəl bir hisslər oldu. Ki, bütün oyun qabağı, bütün oyunlarda belə atmosfer olsa, məncə futbolçular daha istəkli, daha həvəsli olarlar və daha keyfiyyətli olarlar. Və sizlərə təşəkkür edirəm hər birinizə. Sizə bizim kimi istirahətə getməmişsə elə, çox futbolçular, çox komandalar istirahətdədir, amma biz elə buradayıq və necə deyim, gələn görüşlərdək. Buyurun, sual olan yoxsa var? Buyurun, İbrahim. Bence çok agresiflikle verilecek cezalar seçilmedi. Yani bu onun zamanında verilecek çocuklara değil. Yox, belə oyunlarda ümumiyyətcə biraz agresivlik olur və mən benzeyen başa düşürəm. Sadəcə yəni o qədər belə biraz bildiriləsi epizod oldu ki, ona görə istər-istəməz oyunçu da məğlub olmaq istəmirdi. Hər bir halda etməsə daha yaxşı olardı, amma bugün dediyim kimi il elə gərgin keçdi ki, bizim üçün futbolçuları bugünə kimi belə qoruyub saxlamaq, onları həm meydanda, həm meydandan kənarda onlar özlərini düzgün idarə etməsi üçün yəni xeyli çox danışıqlarımız oldu onlarla. Qoruyub saxlamaq məncə bu böyük bir üstünlük idi. Hər bir halda bəzən futbolda belə hallar olur. Hətta oyunun gedişatında görürsən, futbolçu agresivləşir, özünü saxlaya bilmir. Belə normal, yəni mən ciddi bir şey görmədim. Məncə çox əsəbi idi ona görə. Son sual. Qoy versin, tələsin, nə olur ki? Köməkçiləriniz də çox əsəbləşdilər, gönlünüzü alan oldu, müşfiq mənim deyəsən gönlünüzü aldı. Ümumi hakimliyi necə gedə bilərsiniz? Ümumiyyətcə, mən dəfələrlə bildirmişəm ki, belə oyunlarda onlar üçün də asan deyil, hakimlər üçün belə oyunları idarə etməyə, amma sadəcə onu qeyd edə bilərəm ki, İnqilab illərin təcrübəsini göstərdi. Çox ağıllı idarə elədi oyunu. Buyur tabii. Hələ razılaşmamışıq. Yəni belə hələ ki belə konkret bir şey yoxdur. Biz öz təklifimizi etmişik və cavab gözləyirik.